Uşaqlar, bugün keçirik İngiltərə. Artıq yeni dövrün İngiltərəsini keçirik biz. Deməli, İngiltərənin 16-cı əsrə qədər tarixini keçmişdik. Yelizaveta idi, yadınızdadırsa sonuncu. Yelizaveta'dan sonrasını keçməliyik. Ümumiyyətlə, 16-17-ci əsrlər İngiltərənin bir ümumi ictimai siyasi vəziyyətinə baxmaq lazımdır. İngiltərənin bu dövründə əsas hakimiyyət kimin əlində idi? Kralın əlində idi. Kralın əlində idi. Lakin İngiltərədə bilirsiniz ki, dünyada ilk dəfə parlament 1265-ci ildə İngiltərədə yaradılmışdır. Və parlament əsasən krala tabi olurdu. Kralın verdiyi qərarları təsdiq edirdi. Bu dövr Avropada olduğu kimi İngiltərədə də artıq kapitalizmin inkişaf elədiyi bir dövr idi və ilk manufактuralar falan artıq açılmaya başlamışdı. Yəni fabrikin ilkin versiyası olan manufактuralar və kapitalizmə keçid dövrü hesab edilir. Təbii ki, burada da yeni burjuaziya təbəqəsi meydana çıxmışdı. Yəni ki, yeni zadəgan nəsli meydana çıxmışdı. Kəndlilərlə mübarizə yenə də gedirdi və 16-cı əsr İngiltərəsinin çəpərləmələr adlı bir şey var. Çəpərləmələr nədir? Kəndlilərin torpaqlarının zorla müsadirə edilməsi zadəganlar tərəfindən. Zadəganlar kəndlilərin torpağına müsadirə edirdi, bu da çəpərləmələr adlanırdı. Və kəndlilərin torpaqsızlaşması isə ona gətirib çıxarırdı ki, fəhlə təbəqəsi yaranırdı. Torpaq olmayan kəndli nə edəcək? Gedib günəmuz dişləyəcək, yəni şəhərə köçüb fəhləyə çevriləcək. Beləliklə çəpərləmələrdə dedik. Stuartlar sülaləsi İngiltərədə 1603-cü ildə hakimiyyətə gəlmişdi. İlk nümayəndəsi 1-ci James Stuart idi. 1603-cü ildən 1625-ci ilə qədər hakimiyyətdə olmuşdu. James Stuartın dövründə İspaniyanı nikah diplomatiyası vasitəsilə özünə tabi etmək siyasəti yürüdürdü. 1-ci James'in dövründə yenə də parlamentlə müəyyən münaqişələr olurdu. Məsələn, kral istəyir tutaq ki, vergiləri artırsın, istəyir ki, ailəyə müharibə eləsin. Bu zaman parlamentin müəyyən narazılığı ilə qarşılaşırdı. Təbii ki, yeni zadəgan nəslidə, bu dediyimiz meydana çıxan yeni zadəgan nəslidə İngiltərədə yeni ərazilər əldə etməyə çalışırdı və kralı müharibələrə təhrik eləyirdi. Daha sonra 1-ci James'dən sonra hakimiyyətə gəlmişdi 1-ci Charles. Charles 1625-dən 49-cu ilə qədər hakimiyyətdə olub. Sizə deyim ki, bunların köhnə kitablarda adları Yakov falan gelirdi. Sadəcə kitablar yeniləndikcə adları da dəyişilib, Avropa sayılır. Yəni ki, SSR mənbələrin əsasən kitablarından o Yakov idi. Nəticə James və Charles deyirlər. Charles'ın hakimiyyəti dövründə kral yeni vergilər tətbiq eləmək istəyir. Və yeni vergiləri tətbiq eləmək üçün parlament çağırır. Bu da İngiltərə tarixində düşür uzun müddətli parlament kimi, 1640-dan 53-cü ilə kimi. Bu dövrə qədər krallar parlament çağırırlar, sonra tezdə qovururlar parlamenti. Ümumiyyətlə bilirsiniz də parlamentdən, bayaqdan danışıram, yəqin ki bilirsiniz. Kral parlament çağırdı, bu uzun müddətli parlament oldu. 1640-cı ildən 1653-cü ilə qədər. Lakin İngiltərənin daxilində bir qarşıdurma var idi. Bir tərəfdə Lordlar Palatası, yəni kral, bir tərəfdə isə parlament tərəfdarları. Onlar arasında mübarizə başlamışdı. Kral parlament icazəsi olmadan vergi tətbiq eləmək istirdi, müharibə etmək istirdi. Parlament, yəni əhalinin içindən seçilən şəxslər də deyirdi ki, bizim əhalinin icazəsi olmadan sən əlavə vergilər tətbiq eləyə bilməzsən, sən kimlərsə müharibə eləyə bilməzsən. Bu da gətirdi İngiltərədə vətəndaş müharibəsinin baş verməsinə səbəb oldu. 17-ci əsr ortaları İngiltərənin nəinki İngiltərə, Avropanın qarışıq dövrü. Keçmişdiyi 30 illik müharibə 1618-1648-ci ildə. Həmin ərəfədə 42-46-da 48-ci ildə İngiltərədə vətəndaş müharibəsi dövrüdür. Vətəndaş müharibəsinin əvvəlində, bax, iki dənə tərəf var vətəndaş müharibəsində. Bir tərəfdə kral, bir tərəfdə dedik parlament. Müharibənin əvvəlində kral tərəfdarları, kral ordusu yəni qalib gəlirdi. Niyə? Çünki kralın pulu çox idi, qüvvəsi, ordusu çox idi, muzlu əskərlər tutmuşdu və parlament, yəni əhali belə desə, məğlub olurdu. Sonra parlament ordusunun rəhbər gətirilir Oliver Cromwell. Oliver Cromwell başlayır islahatlar keçirməyə,
həm muzlu ordu yaradılır, həm kəndlərdən ordu yaradılır. Beləliklə 1645-ci il Neyzvi döyüşündə Oliver Cromwellin parlament ordusu kral tərəfdarlarını, kral ordusunu məğlub edir. Bu müharibədə həm də dönüş nöqtəsi idi. Və 46-cı ildə kral qaçıb gedir Şotlandlara sığınır filan. 46-cı ildə vətəndaş müharibəsi bitir, birinci vətəndaş müharibəsi bitir və kral yenidən qayıdır ölkəyə, bütün şərtlərlə güya ki razılaşır, parlamentin şərtlərindən razılaşır filan. Amma verdiyi sözlərə əməl eləmir. Buna görə də ikinci vətəndaş müharibəsi başlayır 48-ci ildə. Bu dəfə artıq kral yenə Şotlandiyaya qaçıb sığınır. Şotlandlar isə pul qarşılığında kralı satırlar parlament ordusuna. Beləliklə 1649-cu ildə verilən qərara görə kral edam olunur, İngiltərə isə respublika elan edilir. İngiltərədə birinci respublika dövrü 49-53-cü illərdir. Burada İngiltərə Respublikasını idarə etməsində iki tərəf var idi. Bir parlament var idi, bir də verilən qərarları icra edən orqan var idi, dövlət şurası var idi. Oliver Cromwell isə bu şuranın başındaydı. Baxın, respublika yarandı. İnsanlar düşünürlər ki, xalqın uyğun qərarlar, xalqın istədiyi qərarlar qəbul olunacaq. Ancaq bu dediyimiz Oliver Cromwell qələbələrdən çox belə ruhlanmışdı, qudurmuşdu, bilməm desək. Və Cromwellin ordusu gedir İrlandiyanı, Şotlandiyanı işğal edir. Parlament ordusu və öz ölkəsini kral əsarətindən azad edən bir ordu çevrilir işğalçı bir orduya. Yəni gedir başqa ərazilərdə işğal edir. 53-cü ildə isə Cromwell deyir ki, parlamenti buraxıram, ölkəni ancaq özüm idarə edirəm və İngiltərəni Lord Protectorluq elan edir. Özündə Lord Protector, yəni Oliver Cromwellin protektoratlığı dövrü deyirik biz ona. 53-cü ildən 60 yazmışam, amma 60 deyil, 58-ci il. 1658. Oliver Cromwell 53-cü ildən 58-ə qədər İngiltərəni diktator kimi idarə edir, öz istədiyi qayda qanunlarla idarə edir. Lakin 58-ci ildə Cromwellin ölümündən sonra onun siyasi varisi olan oğlu Richard Cromwell, məncə kitablarda yoxdur adı, təzə kitablarda. Richard Cromwell zəif xarakterli biri idi və ölkəni idarə edə bilmir. Buna görə də adamlar nə düşünürlər 60-cı ildə, yəni İngiltərənin yeni zadəkanları, burjuaziyası. Richard Cromwell ölkəni idarə edə bilmir. Sizlə nə edək? Stuartları bərpa edək. Stuartları burada öldürmüşlər kralı. Kralın qaçmış olduğunu çağıraq, gəlsin yenidən İngiltərə kralı olsun. Beləliklə, Stuartların bərpası 60-cı il. Stuartlar, baxın, 1603-də hakimiyyətə gəldilər, düzdür. 49-cu ildə kral edam olundu, Stuartlar getdi. 60-da isə Stuartlar yenidən bərpa edirlər. O, kralın oğlunu çağırırlar, o şəklə çağırırlar ki, gəl, baş verənləri unut, atama neynəmişik falan filan, bunları unut. Yəni, respublikanı idarə edənlərə, nə bilim, əhaliyə heç bir işin olmasın da. Bunları qəbul edirsənsə, gəl yenidən kral ol. Bu, ikinci Charles'da deyir ki, əşyəni hamımızı əfv elədim, narahat olmayın, belə gəlib taxta oturan kimi siz idiniz, mən əslim öldürəm. Zarafatsız başlayır verdiyi, o söz verdiyi bütün qərarlarıyla başlayır Respublika tərəfdarlarına başlayır zülm etməyə. İkinci Charles'ın dövrü biraz belə qarışıqlıq dövrdür, öz hakimiyyətini bərpa edir. Bunlar bəs oğlunu edam edə bilməzdir. Yox, qaçmışdı. Qaçmışdı zarafatla deyirəm. Yəni, bu yəqin ki oğlu idi, elə düşünürəm. Charles burada oğlu idi. Ya nəslindən biri idi, ya da oğlu idi. İkinci James'in dövrü isə 85-88-ci illərdir. Lakin yenə də əhali, yenizadəcanlar, yəni İngiltərədə fikir söz sahibi olan şəxslər deyirlər ki, yox da bu ikinci James'lə də İngiltərə idarə oluna bilmir, vəziyyət qarışırdır. Genel halda Hollandiyadan Oranlı Wilhelm çağırırlar. O da Hollandiya kralı idi və Hollandiyadan Oranlı Wilhelm çağırırlar. Şanlı inqilab baş verir. 1688-ci ildə Oranlı Wilhelm gəlir İngiltərənin kralı olur. 1688-1702-ci illərdə Oranlı Wilhelm idarə etmişdi İngiltərəni. Ancaq
Ancaq hansı şərtlərlə idarə etmişdi? Bu ikinci çay qızı verilən şərtlər eyni Oranlı Vilhelmə də verilmişdi. Oranlı Vilhelm də bu şərtləri qəbul eləmişdi və əməl də eləmişdi. 88-ci ildə Oranlı Vilhelm İngiltərə taxtacına çıxdıqdan sonra 1689-cu ildə bir il sonra hüquqlar haqqında bil qəbul edilir. Hüquqlar haqqında bil qanun deməkdir, ingiliscə səhv. Hüquqlar haqqında bil qəbul edilir və buna əsasən İngiltərədə kralın səlahiyyətləri azaldılır. 1. İngiltərə kralı parlament icazəsi olmadan vergi təyin edə bilməz. Parlament icazəsi olmadan ordudan istifadə edə bilməz. Parlament icazəsi olmadan çox şey edə bilməzdi kralı. Və Oranlı Vilhelm də bu qərarı qəbul edir, bu şərtlərlə ölkəni idarə edir. Bir növdə isə İngiltərə çevrilir parlamentli monarxiya. Respublika yox, parlamentli monarxiya çevrilir. 1707-ci ildə İngiltərə və Şotlandiya birləşir və nə adlanır? Müasir adı ilə desək, Böyük Britaniya. Böyük Britaniya 1707-ci ildən adlanmağa başlamışdır. Biz biraz sənaye çevrilişindən danışaq. Dünyada ilk sənaye çevrilişini, yəni ki, kapitalizmin artıq üstünlük göstərmeye başladığı ölkələrdən biri İngiltərə idi. 18-ci əsrin 60-cı illərdə İngiltərədə sənaye çevrilişi başlayır. Buna çox təsirlər də var idi. Təbii ki, məsələn, 1784-cü ildə James Watt'ın buxar maşını kəşf olunmaya başlamışdı. Sonra Jenny dəhnəsi var idi. Jenny nə idi o? Müxtəlif yeni üsullarla artıq texnologiya inkişaf edildi də. Bu da sənaye çevrilişinin baş verməsinə gətirib çıxarır. Uşaqlar, sənaye çevrilişi nə deməkdir? Əl əməyini maşın əməyə əvəz edir. Əvvəl oturub belə əllə parça tikirdilər. İndi ayaqlarla çevirirlər deyəsən. İndi maşın tikir. Məsələn, paltarı maşın tikir. İndi deyəndə o dövr üçün. Və yaxud da ki, buxar mühərriklərindən istifadə edərək tutaq ki, elektrik enerjisi əldə edirlər. Nə bilim, digər. Bunlar hamısı sənaye çevrilişidir. Bu əl əməyini, insanların görəcəyi işi başlayır maşınlar görmür. İndiki dövrdə necədir? İnsanların, maşınların gördüyü işi süni intellekt, robotlar qalsın. Hə, o dövrdə sənaye çevrilişində o formada baş vermişdir. İngiltərədə sənaye çevrilişi 18-ci əsrin, artıq 18-ci əsrin sonundan 19-cu əsrin əvvəlinə qədər davam edir. Bir də biz bu hissədən deyək, parlament islahatları. Parlament islahatları testdə mütləq düşür. 1832 və 1867-ci ildə parlamentlə bağlı islahatlar keçirilmişdir. Bu islahatlara əsasən 32-ci ildə sənaye burjuaziyası deyirik ki, sənaye burjuaziyası parlamentdə təmsil olunma hüququ alır. Sənaye burjuaziyası. 67-ci il parlament islahatına görə isə xırda burjuaziya və fəhlələrin yuxarı təbəqəsi deməli parlamentdə təmsil olunma hüququ alır. Burada sənaye burjuaziyası, burada isə xırda burjuaziya və fəhlələrin yuxarı təbəqəsi artıq parlamentdə təmsil oluna bilərdir. Və dünyada ilk dəmir yolu 1825-ci ildə İngiltərədə çəkilmişdi. Bu da İngiltərənin inkişafına səbəb olurdu. Ümumiyyətlə, dərsin əvvəlindən etibarən desək, İngiltərənin inkişaf edilməsinin bir neçə səbəb, əsas səbəbi nədir? Avropadan aralıda yerləşməsi. Nə mənada aralı? Yəni ki, döyüşlərdən aralı. Və o boyda 30 illik müharibə, o boyda 100 illik müharibə, o boyda 1-ci Dünya müharibəsi, 2-ci Dünya müharibəsi. Hə, təbii 2-ci Dünya müharibəsinə filan hücum edirdilər. Təyyarələrlə filanla və yaxud da Hitlerin çoxaltı gəmiləri, qayıqları hücum edirdi. Ancaq ki, müharibə meydanına çevrilmirlər və İngiltərədən ancaq özlərini qırırdılar. Vətəndaş müharibəsi gəlməsə, heç mən burada Amerika kilsəsi haqqında danışmadım, onu biləyəm sonra. İngiltərənin siyasi vəziyyətinə baxsaq, 19-cu əsrdə haraları işğal etmişdi İngiltərə? Haranın işğalı başa çatdırmışdı? Asiyada. Hindistanın, Çinin müstəmləkəsini çevrilmişdi, Hindistanın ümumiyyətlə işğalını başa çatdırmışdı. Hər yerdən, belə desək, gəliri var idi də. Üstəgəl, 7-li müharibədə Fransadan, Kanadadan almışdı. 1867-ci ildə İngiltərə Kanadaya dominion hüququ verir. Dominion hüququ nədir? Yəni ki, həmin
Kanada yenə də İngiltərin tərkibində idi, amma öz-özünü idarə edirdi. Başa düşdünüz? 1867-ci ildə ilk olaraq Kanadaya dominion hüququ verilmişdi. İngiltərin tərkibində qalırdı, yəni Birləşmiş Krallığın tərkibində qalırdı, ancaq öz-özünü Vassal idarə edirdi. Hə, daxili muxtariyyəti belə desə saxlayırdı, belə düşünün. 1899-1902-ci illərdə İngilis Bur müharibələri baş vermişdi. Burlar kimlər deməkdir? Burlar Avropadan Cənubi Afrikaya köçən əhali idi. Sonra orada qaynayıb qarışıb Cənubi Afrikada möhkəmlənmişlər. Coğrafiyadan keçimsiz də Cənubi Afrika Respublikası. İnkişaf eləmiş Afrikada yeganə ölkələrdə bilirsiniz. Bu müharibədə təbii ki, İngilislər qalib gəldilər və 1910-cu ildə Cənubi Afrika Respublikası yaradıldı və ona dominion hüquq verildi. Yəni öz-özünü idarə etmək hüququ verilmişdir. İngiltərə 20-ci əsrin əvvəlində başlayır müttəfiqlər axtarmağa, çünki hiss edirdi ki, Almaniya müharibəyə başlayacaq və 1894-cü ildən başlanan anlaşmalar 1907-ci ildə İngilis, Fransız, Ruslardan ibarət Antantanın yaradılması ilə başa çatır. Deməli, Antantanı təşkil edən ölkələr İngiltərə, Fransa və Rusiya ki, Birinci Dünya müharibəsində də iki dənə tərəf var idi. Antanta və Üçlər İttifaqı. Necə? Antanta və Üçlər İttifaqı. Antantanı təşkil elədi artıq 1907-ci ildə İngiltərə Rus sazişinə əsasən İngilislər, Ruslar və Fransızlar. 3 nəfər oldu. 3 ölkə, sonra sonra çox ölkə. Üçlər İttifaqında Almaniya, İtaliya, Avstriya, Macaristan. Amma sonra İtaliya çıxır yerinə Osmanlı gəlir. Sonra Bulqaristan gəlir, oralar keçəcək. var. Onlarda kadrodur. Hə, qulaq asın. Yaxşı, hərəkətlənməyin, sumkabızı yığmayın, hər əyləşin. İngiltərənin dini cəhətdən bir şey deməli. Bilirsiniz ki, 16-cı əsrdə İngiltərədə Anglikan kilsəsi yaradılmışdır. Yəni ki, kralın rəhbərliyi elədiyi kilsə. Kral həm ölkəyə rəhbərlik edirdi, həm də dini işlər rəhbərlik edirdi. Bir də burada Puritanlar adlı bir şey var. Kitabda çıxacaq Puritanlar. Puritanlar kimlər idi? Anglikan kilsəsinə qarşı çıxanlar. Puritan Anglikan kilsəsinə qarşı çıxanlar. Hə, şəxslər idi. Onlar deyirlər ki, dəbdəbəli saray tutaq ki, şənlikləri filanlar var, mənasızdır, bu qədər pul sərvələr olmaz. Belə, mövzumuz bu qədər. Getdik.